Sənin valideynlər. Burada yazıb sən valideynlər. Biz deməliyik ki, sənin valideynlərin kimi. T-ya baxaq. Ən çox edilən səhvlər və tələbələrin mənə verdiyi suallardan biri budur ki, məsəl üçün ya mən deməkdir, deduşka da baba deməkdir. Baba murskoy roddur, kişi cinsidir, amma axırı a hərfi ilə bitir, yəni jenski rodun hərfidir. Mən əgər qadın və ya kişi desə, baba kişi cinsində olsa, o zaman mой дедушка deməlidir, yoxsa моя дедушка. Здравствуйте, вы на канале Smart Learning. Я учительница русского языка и литературы. Kanalıma xoş gəlibsiniz. Rus dilini öyrənməyə davam edirik. Bugün ən önəmli mövzulardan biri mənsubiyyət əvəzliklərini sizlərə izah eləyəcəm. Упражнение var. Упражнение 4. Nədir burada? Demək, birinci ismimizdir və əvəzlikdir. Demək, əvəzlikləri bilirik. Əvəzlikləri gəlin təkrarlayaq. Ya mən, on, o kişi cinsində, t sən, ani onlar, ana, o qadın cinsində, m biz, v siz və indi baxaq görək biz bu əvəzliyimizi buradakı ismimizə mi görə deyirik, yoxsa hansı qaydaya görə deyirik? Demək, bunu bilmək üçün gərək bu mavi retkalinkanın 9-cu səhifəsinə baxaq. Baxın bu mövzuya. Gəlin baxaq. Bilirik ki, rus dilində əvəzliklərimiz vardır və əvəzliklərimiz necədir? Baxaq. 3 yerə bölünürlər. Kişi cinsi, qadın cinsi və orta cins. Bu da cəm haldır. Demək, mən, sən, biz, siz əvəzlikləri qarşısındakı ismə görə, yəni bu sözdən sonra gəlir ismimiz. Məsələn, mənim, tutaq ki, dostum, mənim maşınım və s. O dosta, maşına görə bu sözlərimizi hallandırırıq. Məsələn, maşına deyiriksə, o zaman moy maşına yox, maya maşına deyirik və s. Və bu əvəzliklərdə, bu göstərdiklərimdə növbəti ismə görə rodu dəyişilir. Rodunu dəyişdirməyənlər bunlardır. Его, ее, их. Kişi cinsi, qadın cinsi və cəm halın rodu olmur. Yəni, bunlardan sonra gələn ismə görə bu əvəzliklər dəyişmir. İndi isə gəlin daha ətraflı sizlərə izah edim. Baxın, adi bir dənə cümlədir. Çox sadə bir şeydir. Yazıb ki, mən ev. Mənim evim deməlidir. Bunun üçün nə lazımdır? Baxın, dom murskoy roddur. Çünki samitlə bitir. Ona görə də ya dom yox, moy dom deməlidir. Niyə? Çünki ya əvəzliyi roduna görə dəyişirdi, yoxsa yox. Gəlin baxaq. Moy əvəzliyi bəli, dəyişilir. Demək ki, moy dom olmalıdır. Sonra on sabaka, o kişi cinsində, sabaka da itdir. Sabaka jenski roddur. Hardan bilirəm? Çünki axırda a hərfi ilə bitir. Bu jenski roddursa, bu kişi cinsi bu sözlə necə deyilə bilər? Yəni, bu deməkdir ki, tutaq ki, hansısa bir Antonun, Andreyin və s. kişinin iti və baxaq görək 10 əvəzliyi hansıdır? 10. 10 budur, yəni 10 его. Его əvəzliyi heç bir halda dəyişmir, düzdürmü? Ona görə nə edirik? Deyirik ki, onun iti его собака. Его heç bir halda dəyişmir. Hamısında eyni qalır. Sonra ya deduşka. Ya burada nə dedik? Dedik ki, moymaya dəyişilir. Və deduşka da baba kişi cinsidir. Ona görə deyirəm ki, moy deduşka, maya deduşka demək olmaz. Deduşka istisnadır. Və bunları da yəni daha öncədən jenski murskoy rodları və bu mövzunu sizə izah eləmişdim. Kanalımdan önəmli mövzulardan biridir. Sonra ya deduşka, deduşka istisnadır, çünki a hərfi ilə bitməsinə baxmayaraq, yəni axırdakı hərfimiz a hərfi ilə olmasına baxmayaraq, bu murskoy roddur. Ona görə də mən deyirəm moy deduşka, maya deduşka demək olmaz. Bir də deduşka ilə babuşkanı, bir də babuçkanı həmişə qarışdırırlar. Amma bunlar ayrı şeydir. Deduşka babadır, babuşka nənədir, babuçka olacaq kəpənək. Sonra mать. Mать anadır, t da səndir. Yəni, sənin anan. Sən əvəzliyi. Gəlin, baxaq görək necədir. Sən əvəzliyi budur. T, tvoy. T, tvoy dəyişilir. Bəli, demək ki, özündən sonra gələn ismə görə dəyişir. Mать qadın, ana deməkdir. Qadın cinsidir. Ona görə tvoy yox.
və başqaları da yox. Burada sadəcə твоя ola bilər. Çünki женский rodda твоя. Və mən deyirəm твоя мать, внучка qız nəfəsi, anidir. Baxaq, ani dəyişilirdimi? Ani yəni onlar deməkdir. İx dəyişirə də burada olacaq их внучка. Daha sonra ana, сын, yəni onun oğlu. Женский rodda ana dəyişilir. Yox, ее. Мы sestra, sestra bacı deməkdir. Мы da biz deməkdir. Gəlin baxaq. Мы hansıdır? Bizim, bu. Наш. Наш dəyişilirmi? Bəli, мужской, женский, средний rod, bir də cəmal. Demək ki, özündən sonrakı ismə görə dəyişilir. Наша. Наша sestra, dочь qız övladıdır. Yəni женский rod. On əvəzliyi dəyişilmi? Dəyişilir yoxsa yox? Yevodur. Yevo dəyişilir? Yox. Demək ki, yevo doçda qalacaq. Yevo doç. Bu nə deməkdir? Yəni filankəsin qızı. On kişidir. Yəni Andreyin, Antonun və sairənin qızı kimi. Sonra ты родители, sənin valideynlər. Burada yazıb sən valideynlər. Biz deməliyik ki, sənin valideynlərin kimi. T'ya baxaq. Ты, твой, твоя, твое. Bəli, dəyişilir. Родители cəm halda. Ona görə də olacaq твои. Вы дети. Siz uşaqlar. V nədir? Cəm hal. V dəyişilirmi? Baxın, bəli. Vaş, vaşı, vaşı bulduğundan дети uşaqlardır deyə deyirik vaşı, дети. Sonra внук, oğlan nəvəsidir. Ya əvəzliyi dəyişilirmi? Bəli, baxın, burada da ya əvəzliyi dəyişilirdi. Və внук kişi cinsində olduğuna görə, çünki samitlə bitir, oğlan nəvəsidir. Buna görə mой внук. Ana, tёtya, hər ikisi də qadın cinsidir və anada nə olurdu? Её, baxın bir daha göstərirəm. Её, её tёtya. Мы племянник. Plемянник demək olacaqdı qardaşın oğlu və bacının da oğlu ola bilər. Murskoy roddur, samitlə bitir və bu da cəm haldır. Tək haldadır. M-ya baxaq. Наш. Наш племянник. Əgər племянники olsaydı, onda наши племянники olardı. Sonra koşka, pişik. T da sən deməkdir. Твоя koşka. Dядя. Dядя da istisnadır. Eyni ilə papa, deduşkada olduğu kimi ya ilə bitir. Женский rodun qaydasında deyir ki, ya ilə a ilə bitənlər женский roddur. Bir də məhkə znak da vardı. Amma dядя sözü əmi, dayı, kişi cinsidir və aniyə baxaq. Məsələn, bu çox çaşdırıcı bir sözdür. Dядя murskoy roddur. Bu da murskoy rod olmalıdır. Amma biz əvəzliyə də baxırıq. Əvəzlik anidir, cəm haldır. Baxaq görək cəm halda nədir? İx. İx deyir ki, dəyişilmir. Demək ki, elə qalacaqdı ix dядя. İx dядя deyəsiz. Burada isə başqa roduna görə dəyişən söz olmur. Jena, xanım, həyat yoldaşı. Bu женский roddur, bu da v-dır, yəni sizin xanımınız demək istəyir. Женский rodda olacaqdı ваша, ваша, жена. Ya brat, mой brат. Çünki moy dəyişilirdi. Bir daha təkrarlayıram. Mənim nəyimsə deyəndə, mən özümə görəmi deyirəm cinsi, yoxsa qarşısındakı ismə görəmi deyirəm? Bunu bilmək üçün bilməlisiniz ki, birinci ismimizə baxırıq. Demək ki, əgər siz desəz ki, məsəl üçün, filan kəsin filan şeyi deyəndə, o ismə görə dəyişirik, yoxsa adam özünə görə rodunu deyir. Burada demək iki şeyə fikir veririk. Birincisi ismə görə, yəni ismimiz hansı roddadırsa ona görə əvəzliyi deyirik, amma əvəzliyimizdə dəyişməyən əvəzliklər vardır. Hansı əvəzliklərdir? Yevo, yeyo, yəni kişi cinsi, qadın cinsi, bir də onlar. İx dəyişilmir. Qalanları dəyişilir. Hansı dərslərin izahlarını istəyirsinizsə, zəhmət olmasa rəy də yazın və həmçinin də düşüncələrinizi suallarınıza yaza bilərsiniz. Dərslərimizə onlayn olaraq qatıla bilərsiniz. İstənilən ölkədən, istənilən yaşlar, xanımlar, bəylər və istənilən dil səviyyəsindən dərslərimizə qoşulub rus dilini, həmçinin digər xarici dilləri öyrənə bilərsiniz. Və onu da qeyd edeyim ki, əziyyətimizin qarşılığı olaraq zəhmət olmasa kanala abunə olub, like atıb, rəy yazmağı unutmayın və həmçinin də bizi digər sosial şəbəkələrdən və çizgi filmimiz kanalımızı da izləməyi unutmayın. Hər birinin linklərini videonun aşağı hissəsində qeyd eləyəcəm. Daxil olub, orada abunə olub baxa bilərsiniz. Növbəti dərslərə qədər hələlik də svidaniya.
dəstəyimizə qoşulub rus dilini, həmçinin digər xarici dilləri öyrənə bilərsiniz. Və onu da qeyd edeyim ki, əziyyət